Allah Təbarək və Teala Qur'an-ı Kərimdə belə buyurur: "Vallahu yad'u ila daris salam və yahdi men yeşa'u ila sıratın müstəqim." Allah salamatlıq diyarına çağırır. Allahın insanları çağırdığı, dəvət etdiyi o axirət sarayı, əbədi həyat, salamatlıq diyarıdır. Və hər kəs də buna layiqdirsə, Allah Teala o layiqli insanı bu əbədi salamatlıq sarayına hidayət edir. Bu ərbəin yolu Allahın həmin o əbədiyyət diyarına dəvət etdiyi yoldur. Əhl-i Beyt yoludur. İmam Hüseyn əleyhissalamın qiyamı, inqilabı, şəhadəti və Allah yolunda tökdüyü o qanı hələ də öz təsirini buraxmaqdadır. Bəlkə də zaman keçdikcə bu təsir biraz da böyüyür, artır və çoxalır. Kimin gümanına gələrdi ki, bu dövr-i zəmanədə İmam Hüseyn əleyhissalamın hərəkatı, qiyamı bu qədər insanı özünə cəlb edə bilər. Bu qədər qəlbləri məftun edib, insanları çəkib və o İmam Hüseyn əleyhissalam eşqi ilə, Kərbala eşqi ilə, şəhadət eşqi ilə həmsəda edib dünyaya səslərin qaldırarlar. Kimin gümanına gələrdi? Bu müasir zamanədə bu texnologiya ki, bu cür inkişaf eləyib, nə qədər çalışsalar ki, gizlətsinlər və bu müasir zamanədə elə bilirdilər insanlar tamamilə başqa dünyaya tərəf gediblər, meyilləniblər. Amma görürlər ki, yox, ilbəil çoxalır. İmam Hüseyn əleyhissalamın zəvvarı və İmam Hüseyn əleyhissalama ləbbeyk deyən çoxalır. Gizlətmək istəsələr də artıq gizlədə bilmirlər. Yəni bu yayılır, sərhədləri aşıb, keçib və bütün dünyaya yayılır. İmam Hüseyn əleyhissalamın bu inqilabı günü-gündən böyüyür və daha da güclənir. Bu, həmin o yoldur ki, Allah Teala o salamatlıq diyarına insanı dəvət edir. Bu qədəmlər, bu addımlar ki, atılır bu yolda, həmin o yolu açır. Allahın salamatlıq diyarının yolunu açır. İnsanları çağırır, dəvət eləyir, gəlin bizə qoşulun, gəlin bizdən olun, Hüseynçi olun, Əhl-i Beytçi olun. Salamatlıq buradadır, təmizlik buradadır. Qəlbin rahatlığı, təskinliyi buradadır. Gözəl həyat buradadır. Xeyirli aqibət buradadır. Bundan başqa yerdə tapılmayacaq bu. Yoxdur başqa bir yolda, başqa bir yerdə, başqa bir cərəyanda, məktəbdə yoxdur. Həmin ərbəin bu yolun ən ali təcəllasıdır. İnsanlar eşqlə toplaşıblar ora. Artıq beynəlmiləl bir hərəkat olub. Yəni, tək şiyələrə aid deyil, təkcə müsəlmanlara aid deyil. Artıq bütün xalqları maraqlandırıb. Çox adam var ki, hətta müsəlman da deyil, gəlib qoşulur bu yürüşə, ərbəin yürüşünə. Bir sözlə, o zülmət mühasirələrini yarır. Tamamilə Allaha tərəf gedən yolu açır insanların qarşısında. Və bizim ümidimiz budur ki, bu yol müttəsil olsun 12-ci imamın salavat Peyğəmbər və Ali Peyğəmbərə
zuhuruna, hani zuhura, ümumdünya haqq, ədalət dövlətinin təşkil olunmasına. Bizim arzumuz budur, ümidimiz budur, istəyimiz budur və hədislərdə, rəvayətlərdə deyildiyi kimi orada gedib çatmaqdadır. İnşallah. Nə vaxt bizə qismət olacaq, olmayacaq, bunu Allah bilir. Amma arzumuz budur, istəyimiz budur ki, o günü görək, o günü yaşayaq. Gözlərimiz aydın olsun, rövşən olsun. Allah Teala bizi o imamın, o ümumdünya İslam inqilabının rəhbərinin zuhurunu, o təşkil verdiyi o dövləti görməyə bizə qismət eyləsin. Görək inşallah tezliklə onu. Ayənin ardında Allah Teala buyurur: "Lillezine ahsanu el-husna ve ziyadetun ve la yerhagu vucuhahum gatarun ve la zillah ulaike ashabul cenneh hum fiha halidun." Yaxşılıq edən insanlar üçün Allah Teala böyük mükafatlar nəzərdə tutub. Lillezine ahsanu, yaxşılıq edən insanlar. Vallahu yuhibbul muhsinin. Allah yaxşı iş görən insanları sevir. Mühsinləri sevir. Quran-ı Kərimin ayələrinə baxaq. Bəzi ayələr deyir ki, Allah sevir bu dəstə insanları. Bəzi ayələrdə də var ki, Allah bu cür insanlar ki, zülm edə, fisq-i fücur edə, fəsad edə, onları sevmir. İki dəstəyə bölünür. Allahın sevdikləri var, sevmədikləri var. Quranda baxaq, nə yaxşı olardı ki, bunları təhqiq eləyək, bu ayələri yığaq, baxaq görək Allah Teala kimləri sevir. İnnallaha yuhibbut tevvabina və yuhibbul mutatahhirin. Allah Teala tövbə edənləri və özlərini, nəfslərini, qəlblərini paklayanları sevir. Allah Teala mühsinləri sevir. Zalimləri sevmir, fasiqləri sevmir, fasidləri sevmir. İndi burada da Allah Teala buyurur ki, o insanlar, hansılar ki yaxşılıq edirlər, onlar üçün Allah Teala böyük mükafatlar nəzərdə tutub. Əl-husna. Biri budur ki, yaxşılığının müqabilində yaxşılıq görəcək. Həl cəzaul ehsani illəl ehsan. Deyir, baxın, yaxşılığın müqabilində yaxşılıqdan başqa bir mükafat ola bilər? Ayədə deyir. Yox. Hər bir insan da yaxşılıq eləyir, onun əvəzində bir əcr güdür, bir əcr gözləyir. İstəyir ki, bu yaxşılığı cavabsız qalmasın. Allah Teala buyurur, yaxşılığın əvəzi qeyri-yaxşılıq ola bilər? Yox. Bu ayədə də deyir, lillezine ahsanu el-husna. Yaxşılıq edənlərin mükafatı etdiyi yaxşılığın əvəzində yaxşılıq görəcək. Bu bir və ziyadətun. Hələ artığı da var. O Allahdır. Əvəzini qaytarır, amma artığını da verir. Və ziyadətun. O ziyadət nədir? Allah bilir. Çox şeylər. Və la yerhagu vucuhahum qatarun və la zillah. Rüsvayçılıq və zillət qubarı üzlərinə qonmaz. Bu üçüncü. Yəni başı aşağı olmazlar qiyamət günü. Kiminlə olarlar? Peyğəmbərlərlə, siddiqlərlə, şəhidlərlə, salihlərlə və hasuna ulaikə rəfiqa. Nə gözəl bunlar rəfiq və dostlardır. O dəstədə olanlar, Hizbullahda olanların başı aşağı olmaz. Xəcalət çəkməzlər. Nəyə görə? Əməllərinə görə dimdik məhşərə daxil olarlar. Peyğəmbərlərlə, yaxşılarla həmneşin olarlar. Amma
günahkarlar başı aşağı olacaq. Xəcalət çəkəcək. Allahdan utanacaq. Ya mən nə etdim? Bu boyda həyat verildi mənə. Mən bunun niyə qədrini bilmədim? Niyə itirdim bu istedadları, bu neymətləri? Allahı itirdim mən. Allah ki, hər şeydir. Utanacaq, xəcalət çəkəcək. Möminlər, onların üzünə bu rüsvayçılıq, üzü qaralıq və zillət qubarı qonmaz. Mərddilər. Pak nəfsdilər, nəfsləri pakdır. Ulaikə əshabul cənnə. Bunlar, həmin cənnət əhli var, bunlar onlardır. Əvəzini görəcəklər, artıq verəcək Allah Teala, xəcalət çəkməyəcəklər. Bir də ki, cənnətə Allah Teala daxil edəcək onları. Hum fiyhə xalidun, əbədi cənnət. Nə qədər ki, bu dünyada yox, dünyada olanların hələ ki imkanı var, fürsəti var. Kim dünyasını dəyişib, ya imanla gedib, ya imansız. İmanla gedibsə, onu orada islah eləyəcəklər, qəlbini təmizləyəcəklər. Əgər tam islah ola bilməyibsə, düzəldəcəklər. Cənnətə salmaq üçün. Çünki cənnətə qəlbində biraz da olsa bulaşıqlıq olan insanı buraxmayacaqlar. Qəlb tamamilə şəffaf olmalıdır, təmiz olmalıdır. Yəni, kamil insan olmalıdır cənnət əhli. Amma əgər Allah eləməmiş imansız köçübsə, onda bitdi, qutardı. Ona tərəf baxan olmayacaq. İman, meyyar imandır. İmanla gəlib, nə qədər nöqsanı var, o nöqsanı oradan bərtərəf eləyəcəklər. İraq imansız gəlsə əgər pisdir. Və ərz elədim, Allah Teala ayədə buyurur, Allah tövbə edənləri sevir. Özün paklayanları sevir. Nəfsini islah edənləri, təmizləyənləri sevir. Allah Teala'nın qabağında həmişə tövbə etməliyik. O əzəmətli olan peyğəmbərlər istiğfar eləyirdi, tövbə eləyirdi. Əstəğfirullah Rabbi və ətubu iləyhi. Hamısından çox peyğəmbərlər deyirdi. Baxmayaraq ki, ən təmiz insanlar idi. Ən kamil insanlar idi. Onlar daha çox istiğfar eləyirdi. Tövbə eləyirdi. Gecə gündüz bu söz onların dilindən düşmürdü. Bizdə duada var, əsr namazının təqibatında ki, Allahdan istəyirik və əsəluhu ən yətubə aleyyə tövbətə. Allahdan istəyirik ki, bizə tərəf baxsın, tövbəmizi qəbul eyləsin. Taib insanlardan olay, tövbəkarlardan olay həmişə. Deməyək ki, mən iman gətirdim, namaz qılıram, qutardı, getdi. İndi hərdən də günah eləsəm, Allah Teala bağışlayar, ərhəmər rahimindir, mehribandır. Nə lüzumu var tövbə etməyə deyir? Yox, həmişə deyir, tövbəkar ol. Həmişə, tövbə sözü dilimdən düşməsin. Və necə tövbəkar olum? Halları deyir. Tövbətə əbd, zəlil, xazi, fəqir, bais, miskin, müstəkin, müstəcir. Tövbəkar insan necə halda olmalıdır? Əbd olmalıdır. Həzrəti Peyğəmbər əbdlərin ən öndə gedəni idi. Allah bəndələrinin ən öndə gedəni idi. Elə Həzrəti Peyğəmbərin üstünlüyü bundadır ki, Allaha ən birinci əbd və bəndə idi. Və əşhədu ənnə Muhammədən abduhu və rasuluh. Allahümmə səllə əla Muhamməd və alə. Zəlil, alçalmış şəkildə. Ruhiyyəm necə olmalıdır? Başqasının qabağında zillət olmaz. Heyhat minnəz zillə. İmam Hüseyin əleyhissalam buyurur. Bəndənin qabağında zillət nədir? Bəndə kimdir ki, onun qabağında biri özün alçalda, izzət deyir. Bilin ki, deyir, innəl izzətə lillahi cəmiə.
İzzət tam Allaha məxsusdur. Möminlər də Allaha bənddir deyə bu izzətdən pay aparır. Mömin deyir, izzətli olmalıdır, sınmaz olmalıdır. Bəndərin qabağında, insanın qabağında alçalmaq nədir? Amma Allahın qabağında bəli, etiraf eləməliyəm. Mən zəliləm, mən nəfsim alçaqdır sənin qabağında. Bu ruhiyyədə olmalıdır. Xazə yəni əmrə hazır. O rus dilində var, paslushnik. Söz dinləyən, xazə budur. Söz dinləyən olmalıdır. Ruhiyyə. Fəqir, Allaha daima möhtac. Yəni gəlmişik Allahın qabağında tövbə eləməyə gərək bu halla tövbə eləyək. Əbd, zəlil, fəqir, xazə, bais. Yəni o qarabəxt insan necə olar? Əli hər yerdən üzülər. Bu cür. Tövbə eləmək istəyən insan Allahın qarşısında bu cür özünü hiss eləməlidir. Miskin, çökmüş. Ya, bir insan var, malda zərər edir, pulda zərər edir, ticarətdə zərər edir, heç nəyə qalmır. Nə günlərə qalır? Ya, tövbə eləyən insan bu halda olmalıdır Allah qabağında. Miskin, müstəkin, acizliyinə etiraf edən halda, müstəkin. Pərverdigara, mən acizəm, mən bir kəs deyiləm ki. Sən mənə tərəf baxmasın, mən daha nəyə lazımam, kimə lazımam? Müstəcir, pənah axtarıram. Pənah axtaran halda tövbəni bu cür eləmək lazımdır. Oradadır ki, Allah Teala buyurur ki, İnnəllaha yuhibbut təvvabinə və yuhibbul mutatahhirin. Sonra buyurur, Pərverdigara, İnni əuzu bikə min nəfsin la təşbə. Pənah gətirirəm sənə 5 şeydən. Doğan o təqibatda deyir, təqibatı oxuyur əsr namazından sonra. Nə böyük sözlər var orada, nə dərin mənalı sözlər var orada. Hədisdir, Peyğəmbərdən deyilib bu hədis, kitablarda var. Sünni mənbələrdə də var bu cümlələr. Bizim dualarımızda da var. Pənah gətirirəm sənə nədən? Min nəfsin la təşbə. Doymayan nəfsdən. Nəfsin qabağın burax, nə qədər ona versin, yenə də onun üçün az olacaq, doymayacaq. Nəfsin xasiyyəti budur. Nəfsin xilqəti budur. Dünyanı da versin ona, dünyanın üstündə dünyanı da versin ona, yenə də doymaz. Və dünyanın da Allahın yanında zərrə qədər ərzəşi yoxdur. Zərrə qədər ərzəşi yoxdur. Ona görə deyir ki, nəfsizin qabağını alın. Nəfsizi hansı hala gətirin? Nəfs ya ləvvamədir, yəni özün məlamət edir, qınıyır. Müminin nəfsi ləvvamə olmalıdır, özün qınayan. Mən niyə bu hərəkəti elədim? Mən niyə bu sözü dedim? Mən niyə bura getdim? Mən niyə insanların qəlbini sındırdım, özün daima qınıyır? Sən niyə belə eləyirsən? Həmişə bir nəzarətçi var, özü ilə nəfsinin arasında özün danlayır, töhmətləyir, qamətini dikəldir. Gətirir mütməyinnə hala, nəfsini aram hala gətirmək istəyir. Elə bir hala gətirmək istəyir ki, təqvalı olsun, təqvalı insan balaca məsumdur. Bir var böyük məsum, peyğəmbər, imam, onlardan balaca səhv də baş verməz. Bir də var balaca məsum. Balaca məsum həmin müttəqi insanlardır, təqvalı insanlar. Təqva ruhiyyəsi kimdə oldu, o artıq nədir? O günahlar ki, adi cəmaat eləyir, bunları eləməz. Və ona görə də Allah Teala buyurur ki, müttəqilərə qorxu yoxdur və onlar məhzun da olmaz. Yəni, artıq cənnətin giriş qəbzini alıblar müttəqilər. Amma müvazib də olmalıdır. Müvazib olmalıdır, qabağa getməlidir. Daima özü ilə məşğul olmalıdır. Və min qəlbin la yaxşə. Bir də sənə pənah aparıram, ilahi, qorxmayan qəlbdən. O qəlbi ki, kibirlə, ücüblə, özündən razılıqla doludur. Bu qəlbdən Allaha pənah aparıram. Bir qəlbi ki, Allahdan qorxa, orada
Rəzil xasiyyətlər nədir ola? O Həzrət Peyğəmbərdən hədis var, buyurur ki, sizin ən böyük cihadınız nəfsizlə mübarizədir. Nəfslə cihaddır. Həqiqətən də çətindir. Nəfslə cihad həqiqətən də çətin bir mərhələdir, prosesdir. Necədir? Birinci gərək özümə alim olam. Yəni, yaxşı xüsusiyyətlər nədir? İnsana yaraşan xüsusiyyətlər, onlar ki, əxlaqi dəyərlərdir. Birinci gərək bunları öyrənək. Bunlar nədir? Bir, neçə dənədir? 50 dənə, 60 dənə, 100 dənə yaxşı, fəzilətli sifətlər var. Bunları gərək öyrənək. Sonra özümüzdə onları tapay. Yaxşını da öyrənək, pisi də öyrənək. Rəzil sifətləri də deyiblər. Rəzil sifətlər hansılar da onları da deyiblər. Bunu da öyrənək, onu da öyrənək. İkisini də öyrənək. Özümüzdə axtaraq. İkinci mərhələ budur. Özümüzdə axtaraq. Məndə bu xasiyyət var. Bu səxavətdir, yoxsa paxıllıqdır, yoxsa ki, bədxərzlidir. Bu qorxaqlıqdır, yoxsa şücaətdir. Bu təqiyyədir, yoxsa qorxaqlıqdır. Özümdə gərək araşdıran bunları, yoxlayam. Bu ikinci mərhələ, üçüncü mərhələ də budur ki, ən çətin. Ən çətin mərhələ budur ki, yaxşılar ki var, onları bərkidəm, hansı yaxşı yoxdur, onları özümdə tətbiq eləyəm, pis ki var, istiğfarla, tövbə ilə, yaxşı əməl eləməklə onları oradan təmizləyəm və ara sıra peyda olmaq istəyir, onları qoymayam. Cihad budur. Ömür boyu gərək bununla məşğul olayıq. Özümüzlə məşğul olayıq, özümüzü yetişdirək. Ta ki Allah Teala bizi salamatlıq diyarına çatdırsın, yer versin salamatlıq diyarına. Yoxsa bizim orada nə işimiz var? Təmizlənməsək bizim orada nə işimiz var? Yaxşıların içində mənim nə işim var? Əgər yaxşı olmasam, mən getsəm bu cür xarab xüsusiyyətlərlə, xasiyyətlərlə yenə də dünyada elədiklərimi orada eləyəcəyəmsə, orada yaxşı insanların övqatını təlx eləyərəm də. Qoymazlar məni ora. Nə qədər ki düzəlməmişəm, nə qədər ki dilim acıdır, nə qədər ki insanlara dil yarası vururam, xətirinə dəyirəm, dilimdən söyüş çıxır. Kimdir mən ora buraxan? Möminlər oturub səfa səmimiyyətdə biri söyüş söyür. Qoyarlar məni ora? Qoymazlar ki. O cihad eləməliyəm, özümdən bulan hamısını təmizləməliyəm. Və min elmin la yənfə. Bar ilahı sənə pənah aparıram, o elmdən ki mənfəəti yoxdur, faydası yoxdur. Elm 3 qismdir. Faydalı elm, faydasız elm, bir də hətta zərərli elm. Hansı elmin dalıcı olmalıyıq? Fayda verən. O ki dünyamıza da fayda verir, xoşbəxtliyimizi bizə ərmağan edir, axirətimizi bizə qazandırır. Faydalı elm budur. Həzrəti Peyğəmbər məscidə daxil olur, Mədinədə. Görür, 2 dəstə məsciddə oturub. Bir dəstə ibadətlə məşğuldur, dua oxumaqla məşğuldur, bir dəstə də elmi müzakirələrlə. Məsələn, bilənlər bilməyənlər öyrədir, Quran öyrədir, təfsir deyir, əqaiddən deyir. Soruşurlar, ya Rəsulallah, bunlardan hansı biri yaxşı işdir? Deyir, hər ikisi yaxşıdır. Amma elm öyrədənlər və öyrənənlər daha çox xeyirdədir. Mən də elə elm öyrətməyə deyir göndərilmişəm də. Bit ta'limi ursiltu. Mən də öyrətmək üçün göndərilmişəm. Mən gəlmişəm insanları öyrədəm. Duanın da, ibadətin də keyfiyyəti onda olar ki, elm olsun. Elm nə qədər çox olsa, ibadətin də bir o qədər keyfiyyəti yüksək və yuxarıdır. Və min salatin la turfə. Bir də sənə pənah aparıram, o namazdan ki qalxmır. Elə yerində qalıb. Və ileyhi yəsədul kəlimut teyyib. Pak kəlam ona tərəf qalxır. Namaz da pak kəlamdır da, pak sözlərdir. Allaha tərəf qalxmalıdır namaz. Və vəl əməlu salihu yərfəuh. Namazı nə qaldıracaq yüksəklərə? Nə
hansı işlər namazı Allaha çatdıracaq? Salih əməllər. Allah Teala deyir, "Ellezina amanu", dayanmır. Demir iman gətirənlər. Sonra deyir ki, "Və amilus salihat". Ayələr hamısı belədir də. İman gətirib yaxşı iş görənlər, iman gətirib salih əməl sahibləri, hamısı bir yerdə gedir. İndi o namaz ki, bir insan əməlləri salih olmuyor, o Allahın yanına qalxmayacaq ki, Allah ona təvəccüh etməyəcək, nəzər eləməyəcək o namazı. Və min duain la yusma. Pənah aparıram Allaha o duadan ki, eşidilmir Allah tərəfindən. Allah kimin duasını eşitməz? O insanın ki, Allah ondan qəzəblidir, Peyğəmbər ondan qəzəblidir, Əhl-i Beyt ondan qəzəblidir, Allahın, Peyğəmbərin, imamın rizayəti yoxdur. O insanın duası eşidilməz. Pənah Allaha belə bir hallardan. İndi Ərbəin yolu, bu Əhl-i Beyt yolunun bir balaca parçasıdır da, balaca parçasıdır. Amma nə boyda xeyir əta etməkdədir, nə boyda xeyir. Çünki Ərbəin məclisidir, ona görə bu Ərbəyinə toxunuram. Və illa bütün bu mərasimlər, münasibətlər hamısı biri-birinə bağlıdır, biri-birini tamamlayır. Ərbəyin günündə İmam Hüseyn əleyhissalamı birinci kim ziyarət eləyib? Hədislərdə var, tarixdə var. Cabir ibn Abdullah əl-Ənsari əl-Xəzrəci. Kərbala hadisəsinin birinci ilində. Kərbala hadisəsi İslam tarixinə böyük ləkədir. Allahı da qəzəbləndirib, Peyğəmbər də qəzəbləndirib, Həzrəti Əli əleyhissalamı qəzəbləndirib, Həzrəti Fatimə Zəhranı qəzəbləndirib. Yəni, müsəlmanlar, bunlar necə insandırlar bu işi törədiblər. Və təəssüflər olsun ki, bu günlərdə də belə insanlar var, bunların hamısını görə-görə, mütaliə eləyə-eləyə, yenə də o zülm edənlərə, Əhl-i Beytə zülm edənlərə haqq verməyə çalışırlar. Bu necə insandır, adam dərk eləyə bilmir, düşünə bilmir. Bu tərəf, əgər Peyğəmbər olmasaydı, Peyğəmbərin övladları olmasaydı, onlara gör nisbət necə olardı. Hələ bu Peyğəmbərdir ya, Peyğəmbərin övladlarıdır, nisbət belədir ya, münasibət belədir. Görək ki, o tərəfi ki, onun övladlarını öldürsəydilər, Peyğəmbər olmasaydı, bu İslam ümmətinin önündə gedənlər olmasaydı, gör indi bu insanlar nə qədər cəsarət eləyərdi onlara, nə qədər həyasızlıq eləyərdilər. Bu adamların Peyğəmbərə qarşı zərrə qədər də hörməti yoxdur, görəsən. Görəsən, bilmirlər ki, bu İmam Hüseyn əleyhissalam, bu əziz Peyğəmbərimizin sevimli nəvəsidir. Həzrəti Zeynəb salamullah, düşünmürlər, anlamırlar görəsən. Mən həqiqətən də məncə bu böyük sualdır. Mən başa düşə bilmirəm, bu belə qəlbli insanları, belə baxışlı insanları mən anlaya bilmirəm. Mən özümə müraciət eləyirəm bir insan olaraq. Hələ dini, imanı qoy kənara. Mən bir insan olaraq öz daxilimə, qəlbimə müraciət edirəm, görürəm ki, bunu Allah Teala seçib, bu şəxsiyyəti Allah Teala seçib, buna Qur'an nazil eləyib. Bu ən əxlaqlı insandır, ən kamilli insandır, insanların xoşbəxtliyi üçün çalışıb, insanları əbədi saadətə dəvət eləyib və bunun üçün də nə qədər zəhmətlər çəkib. Və öz yaxınlarının da hələ tapşırıb, deyib ki, məndən sonra müvazib olun yaxınlarımın barəsində. Hələ bunlar olub, bu faciələr törədilib. Gör, olmasaydı bunlar nə olardı? Mən bir insan olaraq baxıram, xəcalət çəkirəm, özüm utanıram ki, bu cür şəxsiyyətin, bu zürriyyəsinə, nəslinə, övladlarına bu zülmü eləmək olardı. Həqiqətən İslam tarixində böyük ləkədir bu. Bu Kərbala hadisəsi İslam tarixində böyük ləkədir. Cabir ibn Abdullah Ənsari Həzrəti Peyğəmbərin yaxın səhabələrindən olub. Mədinə ənsarlarından olub və Mədinə cəmaatı Peyğəmbərə iman gətirəndə ilk dəstə ki iman gətirib onların içində idi. Atası da şəhid olub.
Cabir ibn Abdullahın atası şəhid də olub müharibələrin birində. Özü də Həzrət Peyğəmbərlə neçə qəzvədə, yəni neçə cihadda iştirak eləyib. 16-19 cihada kimi deyiblər. Böyük mühəddis olub. Həzrət Peyğəmbərdən 1000-dən, 1500-dən çox hədis nəql olunub bu Cabir ibn Abdullah Ənsaridən. Uzun ömürlü səhabə də sayılır və səhabələrin içindən dünyasını dəyişən ən sonuncu səhabədir. 94 yaşında. Hicri qəməri ilə 78-ci ildə dünyasını dəyişir. Bu şəxsiyyət alim olub, mühəddis olub, çoxlu hədis deyib, bunun hədislərin bütün müsəlmanlar qəbul edir. Həm sünnilər qəbul edir, həm şiyələr. Hər iki mənbəydə var bu insanın, bu böyük, ali dərəcəli şəxsiyyətin hədisləri. Səqələyn hədisi bunun ağadan nəql olunub, Cabir ibn Abdullah Ənsaridən. Qədir Xum hədisi nəql olunub, Mənzilət hədisi, Əhl-i Beytin şənində nə qədər hədislər nəql olunub, Cabir ibn Abdullahdan. İmamların bir-bir adlarını Həzrət Peyğəmbər deyib o Cabir ibn Abdullah Ənsariyə. Bir-bir hamısına adını deyib. Və deyib ki, sən mənim nəticəm Muhammed ibn Əli, İmam Muhammed Baqir əleyhissalamı görəcəksən. Mənim salamımı ona çatdır. Yəni, Hicri qəməri tarixi ilə o günə kimi yaşayır ki, gəlir İmam Baqir əleyhissalamı görür, onunla hətta söhbətləri var, tarixdə yazılıb, kitablarda gəlib. İmam Baqir əleyhissalama deyir ki, Həzrəti Peyğəmbər mənimlə sənə salamını çatdır. Belə bir insan bu Ərbəyin günündə gəlir İmam Hüseyn əleyhissalamı ziyarət etməyə. Və Üsara da, Əhl-i Beyt, əsirləri də Şamdan onları ki, azad eləyirlər, Mədinəyə göndərəndə, onlar da yolun ayrıcında Mədinəyə yox, İraqa tərəf karvanı sürdürürlər, gəlirlər Ərbəyinə. Hələ indi Ərbəyin günü olub, yoxsa başqa gün olub, burada biraz fikir ayrılığı var. Amma Cabir ibn Abdullah Ənsari ilə görüşürlər Kərbala səhrasında. Cabir ibn Abdullah Ənsarinin ziyarəti belə olub, belə nəql olunur. Bir köməkçisi ilə Ətiyyə adlı bir cavanla gəlir, Kərbəla o meydanına tərəf, Fəratın bir qolunda qusul eləyir, pakizə təmiz libasını geyinir, ətirlənir və qədəm götürür İmam Hüseyn əleyhissalamın şəhid olduğu yerə tərəf. Gedə-gedə Allahı zikr eləyir. Qətilgaha çatanda Ətiyyəyə deyir ki, əlimi qoy İmam Hüseyn əleyhissalamın qəbrinin üstünə. Əlin qoyur, deyir 3 dəfə, Ya Hüseyn, Ya Hüseyn, Ya Hüseyn. Səs gəlmir, deyir, dost-dostu salamlamaz, dost-dosta cavab verməz. Habibun la yucibu habibə. Deyir, necə salam deyəsən, başını bədənindən ayırıblar, qanıvı töküblər, şəhid eləyiblər səni. Öz halını izhar eləyir orada. Öz qəm qüssəsini izhar eləyir. Bu ziyarət adabı, ərkanı var da İslamda. Bu şəxsiyyət ki, Peyğəmbərin ən yaxın səhabələrindən biridir. Bu ziyarətə gedirsə, İmam Hüseyn əleyhissalamı ziyarətə gedirsə, bəzi cahillər, nadanlar nədən və kimdən dəlil axtarırlar ki, ziyarət etmək olar, yoxsa olmaz. Cabir ibn Abdullah Ənsari Peyğəmbərin səhabəsi İmam Hüseyn əleyhissalamı Mədinədən ziyarətə gəlib. Deməli, ziyarət adabı, ərkanı, mədəniyyəti müsəlmanlarda olub. Müsəlmanlar Mədinədə Həzrəti Peyğəmbərin qəbri şərifini ziyarət ediblər. Dualar ediblər orada.
Bu o dövrün müsəlmanlarında olan bir hal əhvaldır. Cabir də oradan durub gəlib Həbibullahı, Allahın Həbibini ziyarət eləməyə Kərbəlada. Cabir İbn Əbdullah Ənsari Kərbəlada olan vaxtı Üsara çatır Kərbəlaya. Üsara xanım Zeynəb, İmam Hüseyn əleyhissalamın övladları, qızları Cabiri görür, ağlayır, dalə eləyir. Ürəkləri açılır. Dözmürlər. Cabirə başlayırlar şikayət eləməyə. Xanım Zeynəb deyir, va əxah, va Hüseynah, ey Peyğəmbərin sevimli övladı, bu cür ahuzar eləyirlər, şivən eləyirlər, nalə eləyirlər və ərbəin günü İmam Hüseyn əleyhissalamı ziyarət eləyirlər. Ərbəin ziyarəti də var. Çox yaxşı olar ki, o ziyarətnaməni möminlər bu günləri əgər oxumayıblarsa sabah, digər günlərdə oxusunlar.